dinləyicilər, əziz müəllimlər, dəyərli valideynlər və sevimli məktəb yoldaşlarım. Bugünkü Gələcəyin İşığı FM radiosunun nəqlində biz Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Bəşir Səfəroğlu Səfərovun həyat və fəaliyyətinə nəzər salacağıq. Mən Zəhra Qurbanzadə 7B sinif şagirdi olaraq sizə bu verilişdə onun elmi, ictimai və mədəni sahələrdə göstərdiyi xidmətləri, həmçinin Azərbaycan cəmiyyətinə verdiyi dəyərli töhfələri ətraflı və sistemli şəkildə təqdim edəcəyim. Bəşir Səfərov 11 mart 1925-ci ildə dünyaya gəlib və ömrünü Azərbaycan xalqının rifahı, elm və mədəniyyət sahələrinin inkişafına həsr edib. Onun həyat yolu, dərin biliyi və prinsipial fəaliyyəti, həmçinin yüksək vətənpərvərlik hissi hər birimiz üçün örnəkdir. Səfərovun fəaliyyəti yalnız öz dövrü ilə məhdudlaşmır. Onun ideyaları və prinsipləri bugün də gənc nəsillər üçün əvəzsiz dərslər verilməlidir. Elmi və ictimai fəaliyyətinə nəzər saldıqda görürük ki, Səfərov Azərbaycan elminin və mədəniyyətinin inkişafında mühüm rol oynayır. O, hər zaman bilik və təhsil sahələrini prioritet hesab edib, gənclərin intellektual və mənəvi inkişafına töhfələr verib. Elmi tədqiqatlar göstərir ki, onun rəhbərliyi altında həyata keçirilən təşəbbüslər yalnız elmi nailiyyətlər qazandırmaqla kifayətlənməyib, həm də cəmiyyətin maariflənməsinə və milli şüurun formalaşmasına xidmət edib. Bəşir Səfərovun həyatında sosial məsuliyyət və milli dəyərlərə sadiqlik xüsusi yer tutur. O, hər zaman Azərbaycanın tarixi irsinə, dilinə və mədəniyyətlə hörmətlə yanaşır. Gəncləri vətəndaşlıq və vətənpərvərlik ruhunda yetişdirməyə çalışır. Bu prinsiplər Səfərovun fəaliyyətinin əsas sütunlarından biri olub və onun mirası bugün də davam etdirilir. Azərbaycanın ictimai, siyasi və mədəni həyatında Səfərovun rolu əvəzolunmazdır. O, elmi və pedaqoji fəaliyyətlə yanaşı, müxtəlif sosial layihələrin, təhsil proqramlarının və mədəni təşəbbüslərin təşəbbüskarı olub. Onun rəhbərliyi altında gənclər müxtəlif sahələrdə bacarıqlarını inkişaf etdirib, milli və bəşəri dəyərlərlə tanış olublar. Bəşir Səfərovun fəaliyyətinin elmi tərəfi də təqdirə layiqdir. O tədqiqatlarda sistemli və analitik yanaşmanı əsas götürür. Hər bir layihə və təşəbbüsünü faktlara və elmi dəlillərə söykəyir. Bu isə onun həm alim, həm də strateq kimi dəyərləndirilməsini təmin edir. Səfərovun elmi metodologiyası yalnız nəticə əldə etmək üçün deyil, həm də gənclərə elmi düşüncəni aşılamaq və təhlil qabiliyyətini inkişaf etdirmək məqsədini daşıyır. Əziz dinləyicilər, gəlin biraz da onun cəmiyyətə verdiyi sosial və mədəni töhfələrə nəzər salaq. Səfərovun təşəbbüsləri nəticədə müxtəlif mədəni tədbirlər, konferanslar və elmi seminarlar təşkil edib. Bu da ölkəmizin elmi və mədəni sahədə nüfuzunu artırır. Eyni zamanda onun fəaliyyəti gənclərin cəmiyyətə inteqrasiyasına və sosial məsuliyyət hissinin inkişafına şərait yaradır. Tarixi baxımdan Səfərovun fəaliyyəti göstərir ki, hər bir alim və ictimai xadim yalnız öz sahəsində deyil, həm də cəmiyyətin inkişafına xidmət etməlidir. Onun həyat nümunəsi göstərir ki, bilik, zəhmət və prinsipiallıq hər zaman uğur və hörmət gətirir. Elmi statistikada bunu təsdiqləyir. Səfərovun rəhbərliyi ilə həyata keçirilən layihələr nəticəsində bir çox gənc tədqiqatçılar öz elmi potensiallarını ortaya qoyub. Beynəlxalq konferanslarda iştirak edərək Azərbaycan elmini tanıdıblar. Bu da sübut edir ki, onun ideyaları yalnız dövrü üçün deyil, gələcək nəsillər üçün də dəyərli və aktualdır. Bəşir Səfərovun həyat yolunda bir başqa mühüm aspekt də onun pedaqoji fəaliyyəti olub. O, gənclərin təhsili və inkişafı üçün müxtəlif proqramlar hazırlayıb. Müəllimlər və tələbələr arasında elmi əməkdaşlıq əlaqələrini gücləndirib. Bu fəaliyyətlər həm də ölkəmizin intellektual inkişafını təmin edən əsas amillərdən biri olub. Əziz məktəb yoldaşlarım, gəlin biraz da onun ideyalarının gənclər üçün əhəmiyyətinə diqqət edirək. Səfərov göstərdi ki, bilik və təhsil yalnız şəxsi inkişaf üçün deyil, həm də cəmiyyətin tərəqqisi və milli dəyərlərini qoruması üçün əsas vasitədir. Onun həyat yolu bizə öyrədir ki,
Hər bir gənc öz bacarığını inkişaf etdirməli, məsuliyyətli və düşüncəli vətəndaş olmalıdır. Səfərov həmçinin milli və bəşəri prinsiplərə sadiqliyi ilə seçilib. Onun fəaliyyətində ədalət, əmək və vətənpərvərlik kimi dəyərlər ön planda olub. Bu prinsiplər gənclərin həyatında nümunəvi rol oynayıb və onları hərəkətə gətirir, məsuliyyətli və prinsipial vətəndaş kimi formalaşdırır. Əlavə olaraq qeyd etmək lazımdır ki, Bəşir Səfərovun fəaliyyəti yalnız milli səviyyədə deyil, beynəlxalq sahədə də tanınmışdır. O, müxtəlif elmi konferanslarda iştirak edərək Azərbaycan elmini və mədəniyyətini dünyaya tanıdı. Bu fəaliyyəti onun strateji düşüncəyə malik lider olduğunu sübut edir və ölkəmizin nüfuzunu yüksəldir. Əziz dinləyicilər, Səfərovun həyatı bizə göstərir ki, uğur yalnız bilik və zəhmətlə gəlir. Onun prinsipiallığı, məsuliyyət anlayışı və milli dəyərlərin sadiqliyi hər birimiz üçün örnəkdir. Biz də öz həyatımızda onun ideyalarını yaşadaraq Azərbaycan cəmiyyətinə faydalı vətəndaş ola bilərik. Gəlin birlikdə nəzər salaq ki, Səfərovun fəaliyyəti gənclərin yaradıcı və elmi potensialının üzə çıxmasına şərait yaradır. Onun rəhbərliyi altında yüzlərlə gənc tədqiqatçı öz elmi karyerasına başlayıb, müxtəlif sahələrdə uğurlar qazanıb. Bu da sübut edir ki, onun ideyaları və prinsipləri həmişə aktualdır və gələcək nəsillərə ilham verir. Əziz məktəb yoldaşlarım, Bəşir Səfərovun həyatı bizə öyrədir ki, hər birimiz bilik, zəhmət və vətənpərvərlik prinsipləri ilə hərəkət etməliyik. Onun nümunəsi göstərir ki, prinsipial və məsuliyyətli fəaliyyət insanı yalnız hörmətli edir, həm də cəmiyyət üçün faydalı nəticələr yaradır. Beləliklə, hörmətli dinləyicilər, bugün biz Bəşir Səfərovun həyatını xatırlayarkən yalnız keçmişi yad etmirik. Biz həm də gələcək üçün dəyərli dərslər alırıq. Mən Zəhra Qurbanzadə, Gələcəyin İşığı FM radiosunun efirindən sizə dərin hörmətlə və ilham verici salamlarımı çatdırıram. Gəlin onun ideyalarını həyatımıza tətbiq edək, bilik və məsuliyyət hərəkət edək. Azərbaycanımızın intellektual və mədəni tərəqqisinə töhfə verək.